Salam değerli dostlar, değerli müşteriler. İmmergaz kombisinin təmiri üçün yaxınlaşmışıq. Mayer Yolo. Belə bir model kombidir. Kombilərdir. 1, 2, 3, 4. Boiler də var önümüzdə. Genləşmə çənləri də var. 1, 2, 3 dənə. Burada filtrizasiya sistemi də var. Kollektor sistemi var. Giriş nasoslar da var. Ümumi servisinə yaxınlaşmışıq. Burada bu nasos dəyişəcək, işləmir. Bu nasos qaydasındadır. Değerli dostlar, değerli müşteriler. Müşteri bizə Omega servis olaraq müraciət edir ki, bizim radiatorlarımız, yerdən isitmə sistemlərimiz, su şilkalar, ümumi kombilər, boiler, kollektorlar, bütün nə varsa hamısını yumağı bizdən xahiş edirlər. Biz də işimizə başlamışıq. İmmergaz Milli Yelo kombisinin ehtiyat hissələrini sizlərə göstəreyim. Grundfos 1570 nasosla təsis olunubdur. 2 senjorlu kombi sırasındadır. Sigma'dır, nə bilim nədir bu. Belə bir qaz valfi ilə təsis olunubdur. Sigma'nın 220'dir, səhv eləmirəmsə 220 vattlıq, nədir, kilovatlıq, nə bilim amperatlıq qaz valfi ilə təsis olunubdur. Genləşmə çənlərinə havanı vurmuşuq. Ümumi olaraq yumuş prosedurları da gedəcək. Yumuşları Camtek firmasının aparatı, Kampa firmasının dərmanından aparılır. Belə değerli dostlar, sağ olsun quraşdıran usta tək-tək qeyd edibdir ki, hansı xətt harda istifadə etmək üçündür, hansı xətt hara gedir.